Salam, hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin efirində onun çağıdır. Onun çağının bu dəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar bəy Calaloğludur. Sərdar bəy, xoş gördük. Xoş gördük. Vaxtı ilə Türkiyə çarə ilə bağlı kitab yazmışsınız Sərdar bəy və soruşmaq istəyirəm ki, siz səhiyyənin və 21-ci əsrin bu çağında özünüz Türkiyə çarə eləyirsinizmi və Türkiyə çarə üsullarından yararlanırsınızmı? Əvvəla mən deyim ki, o Türkiyə çarə bağlı kitab yazmaqda məqsədim nədir? Çox adam bizim keçdiyimiz həyat yolu bilmir. Sovet hökumətin vaxtlarında biz millətçi qüvvələr vardı, tezcə özəl gizlin görüşüdük. Bir gün belə araya yığışdıq, dedik ki, indi siyasi iş aparmaq olmur. Söhbət 80-cı illərin əvvəllərindən gedir. 81-82. Dedik, ben necə elə? Dedik ki, yəni milli dəyərlərimizi müdafiə etmişlər işte. Yəni elmi sahəsində deyil. Bir nəfər demək götürdü bizim dəfn adətlərini. O vaxt Sovet hökuməti qadağan edir. Milli adətlərini öyrənməsini, yaşatmasını əleyhinə çözür. Biri elmi şəkildə, biri toy adətlər, biri təqvim adətlər, biri Naxçıvanda yazılı abidələr. Nə bilim, mən də götürüb xalqlarıma, həkiməm ixtisasıma görə. O vaxta qədər Sovet hökumətində bu xalq təbəbətdə maddə var idi. Xalq təbəbəti ilə məşğul adamlar 3 ildə iş verdilər. Mən bunu, bu xalq təbəbəti xalqın mədəniyyətinin ən mühüm şeylərindən biridir. Mən də götürdüm xalq təbəbəti. Biz 5 il bütün Naxçıvanı gəzdik, 80 yaşdan yuxarı xalq təbəbətlə məşğul olan adamları, məşhur, tanınmış adamları tapdıq. Mən Vaprosnik deyildi, sualları müəyyən elədim. Çünki onlarla belə gedib danışmaq mümkün deyil. Ya 90 yaşı var, sən gəlib ona deyə bilirsən, nə diaqnoz qoyursan. Elə suallar qoymalısan ki, o adamın cavabından sən biləsən ki, bu adam bu xalq təbəbətində necə işləyir. O sualları qoydum və mən təxminən 10 minə yaxın resept topladım. Sonra onu abrabot edərdim, belə təmizlədim, düzəltdim, sistemləşdirdim və xalq Türkiyə çarənin necə işlədiyini, necə elmi üsul və... Məsələn, belə bir sual mən özümə qoydum. Tutaq ki, o bir savadsız qadındır. Bu hardan bilir ki, bu ot, bu böyrəyə xeyirdir. Hardan da laborator şey yox, analiz götürmür. Hardan bilir ki, o adam böyrəyə xəstədir və hardan bilir ki, o ot o böyrəyi sağaldacaq. Kimcədir? Mən onda o xalq məntiqi və fəlsəfəsini açdım. Sonra bir kitab şəklində onu saldım. Kitabda həddən çox elmi məlumatlar var idi. Amma bu etnoloji, həm də onu bir dissertasiyaya götürdüm. Gəldim akademiyada Teymur Bünyadov vardı. Onun yanı o mənim elmi rəhbərimdir. O qədər belə şeyə saldılar ki, nə deyil, sürünülməsə. Mən nifrət elədim, dayandırdım o işi. Amma sonra Əkəm müəllisli mənə dedi ki, sən bu kitabın elmi hissəsini çıxar. Ancaq xalq təbabəti hissəsi, Türkiyə çarə hissəsi qalsın, bunu çap elə kitab şəklində. Və biz adını da şey qoydu. Nədir? Əkəm müəllisli. Yarpız iyi, mərcimə, kirpip iyi, yarpız iyi, mərcimə. Belə bir şairin ad qoydu kitaba. Mənim o kitabım əvvəlcə 100.000 tirajdan çıxdı. Sonra bir neçə dəfə 100.000 tirajdan çıxdı. Ardınca yarım milyon tirajdan çıxıb o kitab. Və o vaxtda da dərmanda yox idi. Cəmaatın da belə çox böyük ehtiyacı oldu. Orada elə mən reseptlər vermişdim, həm də izahat işləri aparmışdım ki, əhalinin çoxluğu kitabdan istifadə edib, elə özləri öz problemlərini həll edir. Böyrək xəstələri, qaracaq xəstələri, ürək xəstələri, təzyiq və s. və s. Bir şey deyim ki, sonra akademiyada bu botanik institutunun direktoru vardı, Oruç müəllim. Bilməm, qalırsa Allah canına dəyməsin, ölübsə Allah rəhmət eləsin. Bir gün oturmuşdu mənə zəng elədi və mən sizdən görüşmək istəyirəm, gəlin botanika bağına. O şeydə var, Patamda. Durdum, getdim, tanış olduq, dedi ki, Sərdar bəy, mən siz bu kitabı oxumuşam. Bu kitab Azərbaycan elmi tarixində ilk və ən ciddi bir kitabdır. Amma bunu Naxçıvan çərçivəsində eləyibsiniz. Gəlin bir dənə komissiya yaradaq, mən özləmə götürəm akademiya, siz komissiyanın sədri olun. Bütün Azərbaycan üzrə bu siz dediyiniz həyata keçirdə, bütün Azərbaycanda bu xalq təbabətinin materiallarını toplayaq. Əməli başı bir ensiklopediya bıraq. Mən dedim ki, Oruç müəllim, mən də siyasətdən məşğulam, vaxtım yoxdur. Məni gəzdirdi orada, botanika bağında, mən orada qəribə şeylər, mən bilmirdim ki, səndə bir çiyələk ağacı var. Mən orada çiyələk ağacı gördüm, botanika bağında. Nadir şeylər göstərdi mənə. Nəsə, söhbət ondayım.
Mən dedim ki, mən kömək eləyərəm. Siz o cavan adamları tapın verin mənə. Mən o sual şeylərini götürüm. Necə yanaşmaq lazım. Yaşlı adam deyir, bizə də deyirsən, Türkiyə çağırır, dərhal bilir ki, 3 il işi var. Dərhal susur, mən nə Türkiyə çağırır, mən bundan heç xəbərim yox. Heç şəns mümkün deyil. Elələr kördür, elələr kardır, elələri yataq xəstədir, o Türkiyə çağırır hakimlər. Yəni hamısı 90-80 yaşlı adamlar bilir də o qədim necə. Cavandan heç biri bilmir. Düzdür, cavandan da arasın, amma əsas o yaşlı adamlar. O dedi ki, bunu səndən başqa heç kəs rəhbərlik eləyə bilməz. Mən nə qədər desən, alim də bura cəlb eləyim. Dedim, mən alimə necə rəhbərlik eləyim? Mən elmi dərəcəm yox, o yox, bu yox. Çox da ki, bu kitabın müəllifiyəm. Mən özümə, mən bir elmi doktoruna göstəriş verə bilmərəm axı. O dedi, sənlər bundan biz təşkil eləyəcəyik. Komissiya yaradırsan, o komissiyanı sərdir. Dedim, yox, mən olanmaram. Mən o məsələ düzəmə götürürəm, o da qal elə yarımcı. Son zamanlar bir çoxları düşünür ki, Azərbaycanda müəyyən mənəvi məsələlər, eyni zamanda əxlaq məsələləri bir qədər degradasiyaya uğrayıb. Soruşmaq istəyirəm ki, bir sıra İslam ölkələrində əxlaq polisi anlayışı mövcuddur. Bizdə də əxlaq polisi olmalıdırmı? Birinci növbədə Azərbaycanda əxlaq anlayışının doğru düzgün hamı tərəfindən başa düşülməsi lazımdır. Bir adam korrupsiya ilə məşğul olur, bunu əxlaqsız kimi başa düşmür. Bir adam tutaq ki, subay bir oğlan tutaq ki, öz cinsi etirazını təmin edirsə, bunu əxlaqsız kimi başa düşürük. Biz birinci növbədə bilməliyik ki, əxlaq cəmiyyətlə bağlı olan bir şeydir. Bir adam evdə ailəsinin cinsi əlaqəyə girməyir, bunu əxlaqsızlıq deyil. Nəyə görə? O bir parkda, bir bulvarda elə bir əlaqəyə girir, deyir əxlaqsız. Deməli, cəmiyyət həyatı ilə bağlı məsələlərdə əxlaq. Onda xeyir olur, bu korrupsiya əxlaqsızlıqdır, əxlaqsızlıq deyil. O baxımdan birinci növbədə biz bu əxlaq anlayışının sərhədlərini müəyyən etməliyik. Mahiyyətini müəyyən etməliyik. Ondan sonra deməliyik, gəlin polisiyada yayıldı. Antikorrupsiya idarəsi elə korrupsiyaya qarşı, korrupsiya əxlaqsızlığına qarşı bir idarədir. Aparsın görün mübarizəni. Türkiyədə o əxlaq polisi nə ilə bağlıdır? Kütləvi yerlərdə təşkil olunmuş əxlaqsızlığa qarşıdır. O, məsələn, bir adam deyib, parkda bir... Mən Avropada günün olacağı cinsi əlaqədə olan oğlan qızı görmüşəm. Günün olacağı Almaniyada. Çayın qırağında. Ona heç əxlaqsız gibi baxıb, polis bunu mane olmur. Amma sən burada insan alveri ilə məşğulsan, ərəbləri oradan gətirirsən, bu restoranda, şərait görüşdürürsən. Mən elə şeylə danışıblar ki, o, bilirsən, o fahişələri taksi olur. Deyir, elə taksi olur, öz arvadını gətirir, ərəbə ki, pul qazanır. Nələr olur be Azərbaycan, nələr var. İndi təhcəndən qadağanla biz negativ hallardan qaldırmaq, izah iş aparmalıyıq. Düz, bəs o televizorlar ki, verilişlər var, onların hamısı əxlaqsızlığı təbliğ edir. Yəni, kişi gəldi, 4 kişi ilə gəlib salyanı bura, arvadı 4 kişini eyni vaxtda buraxıb evinə, qrup seks düzəldiblər, səndən bu kamera qoyub çəkib, bunu da çıxarıb cəmaata getdiyim arvadım belə eləyib, belə. Bu əxlaqsızlığı yayılmır. Və yaxud da əxlaqsızlıq eləyən qadını müdafiə edir. Bu haqsızlığı əri gəldi, evdə kişi gördü. Ekspert deyir ki, bir kişi arvadına 4000 manatı əgər bir telefon ala bilmirsə, o kişinin nəyə görə arvadı saxlamalı? O arvad nəyə görə o kişi də oturmalıdır? Azərbaycanda neçə adam 4000 telefon ala bilər? 4000-ə telefon ala bilər arvadına. 1% maksimum. Deməli, yerdə qalan 90% arvad boşanmalıdır ya da fahişəlik eləməlidir. Bu başqa yoldur ki, çünki o telefon buna lazımdır. Əri ala bilmir, gedib başqa yolda o telefonu alır. Ekspert bunu deyirsə, ona baxan kətli qadın və ya da şuur olmayan deyir ki, televizorda deyirlər ki, əgər bunu eləyə bilmirsə, sənin ixtiyarın var, bu pozunluq eləyəsən. Haqqın var. Bunların dilin kəsməyə əvəzinə, bunlar gecə, gündüz az qala hamısı xalq artisti olublar. İndi sən hansı əxlaq polisindən deyirsən? İnsanın polisi öz mənəviyyət vicdanındadır. Sənin vicdanında polisin yoxdursa, eşdəki polis səni heç nə eləyə bilməz. Polis var, oğurluq olmur. Olur, olmur oğurluq. Polis var, xudqanlıq olmur. Polis var, yol hərəkət qardaş polis. Necə olur bu? İnsan özünün polisi olmalıdır. Biz elə hər şeyi, bir əxlaq polisi, bundan da sonra yeni bir korrupsiya yaranacaq. Necə bu yolla bağlı, parkinglə bağlı, hər bir yeni şey, yeni bir korrupsiya məkanı açırsa, əxlaq polisi yaranacaq, o da yeni bir, yolda gəlir, arvadından getdiyin yerdə deyəcək, əxlaqsın, sən niyə qol-qola gedirsən? Kim zadı? Bu olmuş hadisədir Naxçıvanda.
Adam zil maşınında arvadı ilə gedir. Polis bunu saxlayır, deyir ki, o kim deyir yolları, deyir yalından arvadı vecinə bunu belə eləyək. Kişiyə deyir, ver arvadı belə eləyək, polis deyir. Nə vaxt olub bu hadisə? Bu Sovet hökuməti dağılanırsa müstəqillik Sovet hökuməti vaxtında. Bu bir şey demir şoför. Sürür maşını, yez zil maşını. Apar arvadı qoyur evi, qayıdı gəlir, maşını sürür, polisdən də ikisini də öldürür. Yəni sən əgər o əxlaq polisi deyirsən, onu düzgün də tənzimləyə bilməzsən, gəlib arvada deyəcək ki, sənin arvadından bildin, sən əxlaqsızsan. Amma burada söhbət, biz hər şeydə çalışırıq inzibat, heç vaxt könüllü şəklində problemlərin həllinin yolunu axtarmırıq. Burada nədir? Siyasi maarifləndirmə, mədəni maarifləndirmə, gözəl nümunələr. Azərbaycanda bu günə qədər ər-arvadlıq münasibətin klassik bir nümunəsini görübsən. Eşidibsən? İndi məsələn birini deyim. Cavad xan müharibə eləyir oğlu ilə, ikisi də ölür, Ruslar istəyir meydi götürsün, arvadı əlinə silah götürür, bəyim xanım, vuruşur, o öləndən sonra gəlib meydi götürürlər. Budur ər-arvadlıq münasibətinin ki, ərinin ölüsünü də düşmənə vermir. Ceyran xanımın, Qacarın anasının əri ölür, çox gözəl bir qadın olub beləsən, o Ceyran xanım. Orada bir farsın ona gözü düşür, əyyanın, çalışır onu ələ eləsin, arvad bundan imtina edir, o özbüzə, sonra 5-10 dənə əsgər günə gedir, zorla gətir. Arvadın yanında da mühafizəçilər var, mühafizəçilər bunu görüb qaçırlar. Arvad özü silahı götürür, onun göndərdiyi 15 nəfər əskəri öldürür, sonra da gəl tüpürür öz mühafizəçilərə ki, siz gidərsiniz, mənə qoymara qaçdınız. Bunu təbliğ edirsənmi sən? Subay arvaddır, varlı bir adam deyir, səni siyğə eləyim, alım, arvad eləyim. Bu əlində silah öz əxlaqı, ərinin xatirəsini əlində silah müdafiə edir. Götürək Gülsüm xanımı, Süleyman, Qaçaq Süleyman. Qaçaq Süleyman, qaçaqlığın haqqında bir nəfə deyir ki, mən sən alacağım. Bu da deyir, qaçaqlı da qutardı, gedim ailə uşaq sağ ol. Götür bunu gəlir, gəl görür ki, bunun evdə arvadı var. Deyir, bu kim? Deyir, mənim arvadım. Deyir, sən mənə dedin, arvadım yox, götür güllərini, çaxır bunun alnından güllərini, deyir, köpün adamı. Mən səndən arvadım, bu nədir? Sən mənə gətir, arvadın uşağı olur, alırsan. Bir də təzdən yazıq arvad, ikinci dəfə qaçaqlığa gedir. Biz hansı nümunələri təbliğ edirik? Televizorlarımızda. Niyə bizim tariximizdə bu qədər mühüm, gözəl faktlar olur, heç kəs bunu bilmir. Bax, sən jurnalistsən, bilmirsən. Niyə bilmirsən? Niyə o birisi bilmir, bu birisi bilmir? Bəs mən də deyirəm, işi buradan başlamaq lazım. Birinci növbədə ailə əxlaqının parlaq nümunələrini təbliğ eləməliyik. Tarixi faktlarla, nağıllarla yox. Əxlaqsızlığı təbliğ eləməməli, əxlaqlığı təbliğ. Bax, subay qadın necə olar, ərinə münasibət necə olar, nəyə görə Quba xanının arvadı çıxdı, 2 palda gedir, Ruslarla vuruşdu. Sən bunu niyə təbliğ eləmirsən? Gedirsən, əslini təbliğ edirsən. Kərəmə imkan vermədi ki, ondan cinsel əlaqəyə gitsin, Kərəm də o tutdu, yandı. Bu nə qadın obrazıdır? Kimzadı nə demək deyil? Nigarın nəyini sən təbliğ edirsən ki, Eyvaza qısqanır ki, Koroğlu ilə Eyvazın altında cinsel əlaqə var, Eyvazı göndərir ölümə, Koroğlu gəlir saat təpinin altında ki, sən niyə Eyvazı məndən xəbərsiz ölümə göndəribsən, acıq elə ki, dərəsini evlir. Bu da Azərbaycan xalqının, Azərbaycan qadının bir simvolu. Nə deməkdir bu? Nə təbliğ edirsən sən? Nigar kimdir ki? Əlinə silah vuruşur. Nə edib? Koroğlunun arvadı olmaq bəyəm tarixi şəxsiyyət deməkdir. Bizim qadınlarımız Azərbaycan ictimai-siyasi həyatında və tariximizdə elə müstəsna xidmətləri var ki, başqa xalqlarda biri olsaydı belə o xalq dünyada ən qabaqcıl mədəni xalqlardan biri hesab olunardı. Bizim faciəmiz budur. Biz tarixsizləşdirilmiş bir xalqıq. Tarixə yad olan bir xalqıq. Tarixi olmayan xalqın gələcəyi yoxdur. İctimaiyyət arasında belə bir tendensiya, fikir mövcuddur ki, Ramiz Mehdiyevin ermənilərlə qohumluq əlaqələri var, hətta onun Ermənistanda biznesin olduğunu deyənlər mövcuddur. Sizdən soruşmaq istəyirik ki, bu cür söhbətlər, şayələr nə dərəcədə inandırıcıdır? Əvvəl onun Sovet hökuməti vaxtında hakimiyyətə gətirilən adamların sırasında qarşı ailələrin nümayəndələri və yaxud da mənşəyi məlum olmayan adamlar həmişə üstünlük təşkil edib.
Bu gün də Azərbaycan tarixini biz təhlil etsək, biz baxacağıq ki, rəhbər vəzifəyə gətirən adamların əksəriyyətinin bioqrafiyasında müəyyən boşluqlar var, ağ səhifələr var ki, bu necə oldu, buradan gəldi bura, bunun həyat yoldaşı kim idi, bu hardan necə gəldi, bu bunu aldı oldu. Ramiz Mehdiyev də bu qərbdə olan adamlardır. Ramiz Mehdiyev Komünist Partiyasının son illərində Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin katibi idi. Kiçik bir adam deyildi. Ramiz Mehdiyev müharibə dövründə doğulmuş bir adamdır. Ramiz Mehdiyevin uşaq evində böyümüş bir adamdır. Ona görə də bunun müəyyən həyatının müəyyən bir dövrü heç də məlum deyil. Uşaq evində necə olur, o həmin uşaqdır, o uşaq da. Gəl deyirlər ki, o uşaq dəyişdirilib, onun əvəzinə başqa bir erməni mənşəli uşaq verilib bunun qohumlarına, ondan sonra ona görə də o hafızacıdır, erməni dayılar belə. Oradan gəlir o ki, bu uşaq evindən çıxanda belə bir fikir var ki, bu Ramiz Mehdiyevin şəxsən özü deyil. O Ramiz adında uşaq verilib uşaq evinə, o həmin uşaq da bu başqa bir adamdır, ermənidir. Kətlərində həddən artıq nüfuzsuz bir adamdır, yaşadığı yerdə. 1990-cı ildə parlament seçkilərində iştirak edildi, 1% səs topladı. Sərdar bəy, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram.